Salam uşaqlar, sualımıza deyilir ki, ABC bərabər yanlış bucağında AB BC-yə bərabərdir. AB BC-yə bərabərdir. AD 13 kökdə 2. AD. DC'miz isə 7 kökdə 2. ADB bucağı 45 dərəcə. Olarsa bizdən BD-ni tapmamızı istəyir. Uşaqlar, biz BD-ni tapmaq üçün, yəni bərabər yanlış bucaqlarda biz bilirik ki, təpə bucağından oturacağı endirilmiş perpendikulyar, yəni biz B təpəsindən oturacağı, yəni AC oturacağına bir perpendikulyar indirsək və həmin perpendikulyar, yəni BK perpendikulyarı həm mediandır, həm tənböləndir, həm də hündürlük rolunu oynayır. Əgər mediandırsa, AC tərəfini yarıya böləcək. Yəni, AC tərəfinin uzunluğu 13 kökdə 2 A-dan D-yədir və D-dən C-yə isə 7 kökdə 2-dir. Yəni, AC-nin uzunluğu edir 20 kökdə 2. Və BK medianı AC tərəfini, yəni 20 kökdə 2-ni 2 bərabər hissəyə böləcək. Yəni, olacaq AK tərəfi KC tərəfinə bərabər olacaq. Yəni, 20 kökdə 2-nin yarısı deyəcək 10 kökdə 2. Uşaqlar, biz də bilirik ki, A-dan D-yə də 13 kökdə 2-dir. Və artıq 10 kökdə 2-si A-dan K-yadır. Yerə qalır bizə nə? 3 kökdə 2. Uşaqlar, burada bir kiçik hündürlük olduğuna görə düz bucaq əmələ gətirir. Və kiçik bir düz bucaq, üç bucaq yarandı. Hansı üç bucaq? B, K, D üç bucağı. Əgər D bucağı 45 dərəcədirsə, digər B bucağı da o da 45 dərəcədir. Yəni, yaranan düz bucaqlı üç bucaq bərabər yanlı düz bucaqlı üç bucaqdır. Yəni, BK kateti KD katetinə bərabər. Onda BK da olur 3 kökdə 2. Və bizdən BD-ni istəyir. Yəni, düz bucaqlı üç bucaq hipotenuzunu istəyir. Bərabər yanlı düz bucaqlı üç bucaqlarda hipotenuz, yəni BD tərəfi katetin, yəni 3 kökdə 2-nin kök altı 2 mislinə bərabərdir. Buradan da alırıq ki, 3 vurulsun kökdə 2-ni kökdə 2-yə vuranda alırıq 2 və 3 vurulsun 2 də eləyəcək 6. Testin düzgün cavabı 6.